Salam uşaqlar. Bugün mövzu sınağından nömrə 1 C variantını işləyirik. İlkərin pulunun 5də birinə dəftər 5də biri x. Qalan pulunun, qalan nə qədər olur? 5də birini alıbsa dəftər. Qalan da 5də 4. Bunun 3də birinə. Çünki qalan pulunun 3də birinə. 5də 4-ün 3də birini tapırıq. 15də 4. Demək buna da kitab alın. X manatı var idi. 5də birini aldım. Dəftər. Sonra kitabı aldım 15də 4. Bərabərdir. Ümumi pul nə qədər qaldı? 120 manat. Bu 15də 15'dir. X tək x olan. Bunu da 15'e gətirirəm. 15də 15. Buna nə dedik? 15də 15'dir. Çıxırıq 3-ünü. 12. 12'dən də 4'ünü 8. Demək nə qədər oldu? 15də 8. X bərabərdir 120. 120'ni bölürəm 8'ə. Vururam 15'ə. Ne kadar oldu? 120'ni 8'ə vuranda, böləndə bir dəfə 15, 15, 15'e 225. Demək ümumi 225 pulum var idi. 120'ni baxın. 225'ti. Xərclədim və 120'si qaldı. Demək xərclənmiş hissə nə qədər oldu? 105. Oldu mu? Xərclənən soruşur. Deyək ki, qarşılıqlı sayda olanda əkop bilirik ki, qarşılıqlı sayda. Məsələn, 3-dən 4'ün əkobu nə verir? Qarşılıqlı saydadır. Bir-birindən asılı. Yəni A vurulsun B. Əbobu nə verir? 1. Əkobu yenə də A vurulsun B. Əbobu 1. Demək, A vurulsun B, üstə gəlinsin 1. Bölünsün, A vurulsun B-ni 1'ə böləndə elə A vurulsun B alınır. Hansı variant oldu? D variantı. 2 avtomobil Bakıdan Laçına yük daşıyır. Birinci avtomobil 20 saat, ikinci avtomobil 24 saat. Eyni anda ən az neçə saat? Demək bunun nəyini tapırıq? Əkobunu. 20 ilə 24'ün əkobu hansı ədəd olar? Baxın bu verilənlərdən. 120 olar. 120. İstəyirsiniz əkobunu tapaq. 20 və 24'ün əkobunu tapaq. 2 gider 12, 2 gider 6, 6 2'ye bölünür. 3, 3, 1. 2 gider 10, 2 gider 5, bu da 5, 1. Çok 2, 2, 2, 2. Bakın bu 2 ile bu 2 bir tane 2 götürür. Bu 2 ile de bu 2 bir tane 2 götürür. Yerde kaldı 5, 2, 3. 4, 20, 20'nin de 6'ya 120. Baxırıq uşaqlar. 3n'in kvadratı n'ə bölünür. Tək 3n alınır. Üstə gəlsin. 6n'in n'ə bölürük. Hər biri n'ə bölünür. 6. İndi 15'i bölürük n'ə. Deyir ki, n'in neçə natural qiymətində? Qiymət də naturaldır. Əgər burada mənfi olsaydı, biz bunları bir-bir qoyardıq və mənfi olmasın deyə, tam ədəd olmasın deyə bir-bir yoxlayardıq. Bunu yoxlamaya ehtiyac yoxdur. Çünki hamısı toplamadır. Nə qoyuruqsa qoyaq, naturala gələcək. N'yi 1 qoyanda, baxın, 15'i 1'ə böldük.
15. 3'ü vurduq 1'ə 3, üstünə 6, 9, 9'un sonunda 15 gördünüz. 24 kimi natural alındı. Sonra 2 qoyan 15'in hansı bölənləri var? 1, 3, 5, bir də 15 da olmadı. Oldu mu? 4 dənə. Neçə natural qiymətində? 4 natural qiymətində. Keçirək indi buna. Baxın, bu bucaq kör bucaqdır. Bu da iti bucaq. Bunların bilirik ki, daxili bir tərəf olanda bunların cəmi 180'dir. Üzü-üzdə görün ki, biri itidir, biri də kördür. Demək, bunların cəmi 180'dir. Bir də deyirik ki, beta çıxılsın alfa 40'dır. Bunları tərəf-tərəfə toplasaq. Baxın, mənfi A-lə müsbət A. Getdik xısar. 2 beta qalır. Bax, çünki 1 betadır, bu da 1 betadır. Toplayanda nə elədi? 2 beta. Bərabərdir. 40 180, 220. Betamız nə oldu? 110. Betamız 110 olanda uşaqlar, bunun cəmi çünki alfa ilə bir 180 olmalıdır. Onda demək bu 70'dir. Yəni betadan soruşur. Hansı hissəsini təşkil edir deyir. Beta alfanın hansı hissəsini təşkil edir? Demək 110'da 70, o da sıfırlar gedir 11'də 7. Keçirək indi düzgün kəsir edən ən kiçiyi tam ədədi tapın. Məsəl üçün, gəlin 5'ə baxalım. 5. Düzgün kəsiri tam ədədi tapın deyir. Düzgün kəsir edən ən kiçik ədədi. 5 qoysan 15, 21 elədi sürət. 5 qoysan 35, 35'dən 18 çıxırıq. 17. Düzgün olmayan kəsir gətiririk. 6 qoysaq. Düzgün kəsirin qaydası necədir? Məxrəc böyük olmalıdır. Gəlin eləyək. 3 endən, ona görə baxın, bucağı belə qoydum. Yəni, məxrəc böyük olmalıdır. 3 endən bu bunun yanına gəlir. Evin yazı 3 endir. Bu bunun yanına gələndə çıxaq olur 7 en. İşarə olduğu kimi yazırıq. Mənfi 18'dir. Bu müsbət 6. Buraya gələndə çıxaq 6 olur. Baxın, mənfi 4 en oldu. Mənfi 18'də mənfi 6 nə verir? Mənfi 24. Mənfinin mənfiyə böləndə müsbət alınır. En də böyükdür 6'dan. Demək, ən kiçik ədədimiz hansıdır? 5'dir. 5 ödəmədi uşaqlar. 5'in üstünə 5'i vurdu 15, 15'in üstünə 7, 20, 6, 21 elədi. 5 dəfə 7'nin 35, 18'in çıxdıq. 15'dən 8 çıxanda 7, 2'dən də 1, 1, 17. Düzgün kəsir deyir. Aha, mənfi olduğuna görə işarə dəyişir uşaqlar. Heç buna baxmırıq. Qarşıda mənfi var axı. Enin qarşısında əgər mənfi varsa, işarə dəyişir. Enindən böyük, 6'dan böyük. O da hansı oldu? 7. Cavabımız 7. Uşaqlar, bir şey qeyd edin. Yəni, baxın bir dəqiqə. Məsəl üçün, mənfi 3x var. Böyükdür, mənfi 21. Həmişə x-in yanında mənfi varsa, bilin ki, uşaqlar, mənfi mənfiyə böləndə olsa müsbət alınacaq. İşarəmiz dəyişir. İşarə bu yüzden olur. Oldu mu? Kiçik böyük olur. Böyük kiçik olur. Onu qeyd etdik. Keçək indi bura. Baxırıq buna. Bura vuranda 2. 2'dən 1 çıxanda 2'də 1. 4'ü bu 1'ə vururuq. 4. 1'in çıxırıq 3. 4'də 3. 6'nı bu 1'ə vururuq. 6. Bu 1'i çıxırıq 5.
6'da 5. Baxaq, ixtisarlar gedən varmı? Gedir 2. 2 vurıq 4'ə 8. 8'də 2'yə 16. 16'da 5. Üstə gəlinsə 0'dan %25. Yazaq 1000'də. 1000'də 125. Yazaq, belə yazaq. Hər biri 25'ə gedir, 5 elədi. 25'ə gedir, 40 elədi. 5 eləmişdi. Bu da 8'də 1'də. Aha. 15'də 5 üstə gəlinə 8'də 1. Ortaq olan vuruğu 120'də. Ben buranı 8'ə vuracağım. Buranı da 15'ə. Bu da 8. Nedir? 120. 40. 40'ın üstüne de 15 gələndə 55. Hər biri 5'ə gedir. 11. Niye böyle alanda? Beşe gelir, 5'e gelir. 11 alanda 5'e gedəndə 24. 5'də 8'in 40, 4'də də 120 daxil. Bu görünəyə səhv etdik. Asan deyil. Ne bileyim anında. 2'də 1, 4'də 3, 6'da 5. Bunlardan getdi 2 alanda 16'da 5. 16'da 5'di. Mən niyə 15'di? Bu da üstə gəl 8'də 1. Aha, 2'ye vuracağım, 2'ye vuracağım. 16'da 7. D variantı. Kız 8 ile 180 ortak vuruq kimi nəyə çıxardaq? Altına çıxardaq. Altına. Aha. Vuruq kimi çıxartdım. 8. Altını çıxartsam 30. Buradan 2 yenə çıxar. 12. İçəridə qalar 15. 4 ilə 15. Bildiniz? Hər birində 2 var yenə. 2'nin qarşıya çıxardıq 12. Burada 4 qaldı. 2'ye bölsək 4. Burada da 15. Bunu zaten nəyə verir? Bir-birinə hasili. Çünki ortaq böləni yoxdur. Ona 4'ü 15'e vururuq. 60. 60'da 12'ye vuranda 720. Geçirək bunu. Baxın, hansını eyni sürət, ya eyni sürətə gətirməli, ya eyni məxrəcə. Eyni sürətə gəlir. 2000'ə gələ bilər. Ona görə 0 0 atıraq. 2000 oldu. Yine 2'dən 0 atıram. Bir dənə 0 atıram olur 2000. Burada bir dənə 0 olmalıdır. Demək, məxrəcə kiçik olan sürətlər bərabərdirsə, məxrəcə kiçik olan böyük sayılır. Burada ən kiçiyi hansıdır? 900. Demek böyük sayılır. Bu böyük sayılır. En kiçiyi də hansıdır? Məxrəci böyük olan. Elə bir 2000 çörəyim var. 900 adam yesə böyük olur. Demək A böyükdür B'dən, B də böyükdür C'dən. Y variantı. Düz gəldik. Uşaqlar, bura baxırıq. Ve bunu uzadıq. Buradan uzadıq. Baxın. Uzandı. Bunun qarşılığı bucağı burada. X toplu 60. En bir şey yazalım.
Baxın. Bunu uzatdıq, bir də bunu uzatdıq. Bunu uzadanda görün uşaqlar. 2 dənə daxili bucaq cəmi bərabərdir bunların xarici bucağına. Bunun x toplu 60'dırsa demək burada x toplu 60'dır. Bunun qarşı bucağı 2x topla 40'dır. Yəni bunların toplam bir yerdə cəmi bu daxili verir. X topla 60 üstə gəl 2x topla 40 bərabərdir 7x topla 20. Bu x'ları toplasaq 3x topla 100 alınır. Bərabərdir 7x topla 20. Bu bunun yanına gəlir mənfi 4x alınır. Bu bunun yanına gəlir mənfi 80 alınır. Bu da 20. 84'e bölü 20. X'ımızı soruşur 20. A variantı. Altı üstü 7'dir, qüvvəti 7'dir. Natural bölənlərin sayı olur ki, qüvvəti üzərinə 1 gəlir. Ancaq bizdə 6 mürəkkəb ədəd kimi göstərir. Biz sadə ədədlərin vuruğu kimi göstərək. Və qüvvətlərin üzərinə 1 gəlirik. Bunun qüvvəti də 7'dir. Bunun qüvvəti hər birinin üzərinə 1 gəlir və sonra vururuq. 8, 8, 64. Deyir ki, 75'e tam bölünərsə A-nın ala biləcəyi qiymətdir. 75 nəylə asılı uşaqlar? 3 ilə 25'e. 25'e bölünmə qaydası son 2 rəqəmə baxırıq ya da son 3 rəqəmə baxırıq. 2 rəqəmə baxmağımız kifayətdir. 2'dir. Burada 5 qoyanda 25 25'e bölünür də. Baxın 2, 5, 7, 7 üstə 7, 14. Neçə gələndə 3'e bölünməlidir? Çünki 14'ün 1 gələndə A-nın qiyməti nə oldu? 1. 14'ün üstə neçə gələndə 3'e bölünür? 4 gələndə 18'dir. Çünki gördünüz 3 artdı 7. Hansı ədədlər oldu? 1, 4, 7. Demək cavabımız nə oldu? 12. Sonra baxırıq. Orta vuruqların hasili, orta ədədlərin hasili, kənar ədədlərin hasilə bərabər. Baxırıq. 3x-i 60y x eləyir. Bərabərdir. 6 və 9'un 54, 5 yadda 144y. Hər biri 2'ye gedər. 72, 2'ye gedir 30, 2'ye gedir 15x, 2'ye gedir 36y. 3'e gedir 5x, 3'e gedir 12y. Demək, x'imizin qiyməti nə oldu? 12. Burada olmayan da bax bu 12. Y-in qiyməti də burada olmayan 5. Demək, x'imiz nə oldu? 12, y-imiz 5. 12'ni də 5'e böləndə 2,4. Sonraki çək. Parçanın üzerine qeyd olunmuş nöqtə o biri uzunluğun digər uzunluğu 3'təki hissəsini təşkil edirsə, demək uzunluğu parça var. 2 hissəyə bölünür. Biri o birinin 3'təki hissəsi. Demək biri 3x-dır, digəri də 2x-dır. Bərabərdir. Bunların toplamı 7, 100'dür. 5x bərabərdir 100'ə. X bərabərdir 20'yə. Böyüyün uzunluğu 20'ni də 3'ə vurarıq 60.
Sonra baxırıq, x-i nə deyə biləcəyik? Hamısını nəyə gətirməliyik? 90-a gətirməliyik. Buranı 2-yə vurarıq, buranı da 2-yə. Buranı nəyə vurarıq? 18-ə, buranı da 18-ə. Demək, 90-da 7 böyükdür. 90-da 2x böyükdür. 90-da 18-də. X-in natural qiymətlərinin cəmi. X-i biz 2-ni neçəyə vursaq 7 ilə 18 arasında yerləşər. 3-ə vura bilmərik, çünki 7, 6, 18 olmaz. Demək, 4-ə vururuq. 5-ə vururuq. 6-ya vururuq. 7-yə, 8-ə. 9-u götürə bilmərik, çünki bərabərlik yoxdur. Baxın, burada bərabərlik yoxdur. Aha, neçədən oldu? Bunların cəmi soruşur. 10, 15, bu da 15, 30. Baxırıq bura. Orta ədlərin hasili kənar ədlərin hasilə bərabərdir. 2x-i 9-a vuranda 18x bərabərdir. 15 ilə 4-ə 60. X da bərabər nə? 18-də 60. 1 bölünsün 18-də 60. 18 yuxarı qalxacaq, olacaq 60-da 18. Hər biri nəyə gedir? 6-ya gedir da. 10, 6-ya gedir 3, 10-da 3. 3-ü də 10-a böləndə 0,3. Cavabı 0,3. Keçirək bura. Qarşı sadə ədədləri 3-ü. Baxın, bu qiymət burada var, bu qiymət də burada var. Demək, bunları ixtisar edib sadə ədədlərə gətirməliyik. 96-da 3 qarnı biraz... Baxın, 96, 100. Hər biri nəyə gedir? 6-ya gedir. 36, 6-ya gedəndə 16 eləyir. 6-ya gedir. 150. Yine 2'ye gedir 8, 2'ye gedir 75. Şu 75 ne 8. Demek bunların cəmi nə verir? Demek bu 3A topla 2. Aha, indi bir dəqiqə baxalım. Qarşı sadə ədədlər olarsa, demək bunun cəmi yeri nədir? 8'dir. 3A topla 2 bərabərdir 8'ə. 3A bərabərdir 6'ya, A da bərabərdir 2'yə. Demək A'mız 2'dir. A'mız 2'dir. 2. Burada 75 olmalıdır. A burası 5, üstə gəlir 23 bərabərdir 75. A burası B, üstə bərabər 75'dən 23 çıxanda 52. A'mız 2'də axı. B'mizdə nə olacaq? 26. A2 da 26. 2 ilə 26'nın cəmi, o da 28. Baxalım, bunun cəmi, bunların qaydası buydu ki, bununla bunu topluyoruz. 150 üstə gəlir 100. Çıxırıq 180'i. 250'dən də 180 çıxırıq 70. Sonra açıq bucağın təpə nöqtəsindəki keçən iki şua onu ardıcıl olaraq 3 bucağa ayırır, bölür. Birinci və üçüncü bucağın təbələri arasında açıq bucağın təpə nöqtəsindən keçən
açıq buzağın təpə nöqtəsindən keçər 2 şüa belə ki 2 3 aha belə demək istədi yəqin. Ben açıq bucaq çəkirik. Təpə nöqtəsindən keçən 2 şüa, təpə nöqtəsindən keçən 2 şüa. Baxın belə. Baxın, bir dənə təpə nöqtəsindən keçən 2 şüa var. Və buna 2, 3, bu da 4 olsun. Den nisbətində 3 bucağa böyle birinci və üçüncü budaq tənbələnlər arasında bucağı tapın deyir. Bunlar toplam bir cəmi nə eləyir? 9. 9 elədi. 189-a bölüdü 20. Birinci və üçüncü bucağın birinci və üçüncü bucağın tənbələnlər arasında. 9 almadı. 9 oldu. 20 aldıq. Demək bura nə elədi? Bununki bucağı 40 elədi. Bunun tənbələni 20. Buranı 20 almışdıq da. Baxın. 5x olmadı. 180. X də bərabərdir. 9 9 o da 20. 20 bu da 60 ol. 40 60 bu da 80. Bunun tənbələni 40. Üzərinə bunun tənbələni 20. Üzərinə gəlirik 60'a. 120. Bunun tənbələnlər arasında nə elədi? 120. Geçək öbürsünə. Bucağa qonşu olan iki bucağın cəmi 210'dur. Bucağa qonşu olan iki bucağın cəmi 210'dur. Bu hansı bucaq oldu? Qonşu bucaqlar ola bilməz. Bu qarşılıqlı bucaqdır. 100. Hərəsinə 105 düşür. 105'in də qonşu bucağı hansıdır? 75. Demək cavab nə elədi? 75. Cəmi odur ki, qarşılıqlı bucaqdır demək bu. Qonşu bucaq ola bilməz. Çünki cəm 180'dir. Qarşılıqlı bucaqdır deyək. 210'a bölürük 2'yə olur 105. Oradan çıxdı bu 105. 105'in də qonşusu nədir? 75. 4'də 3 hissəsi 150 olan. 150'ni böləcəyin 3'ə 50. 50'ni də 4'ə vuracağın 200. 200'ün də onda biri 20.